Var vaxtınız xeyir olsun. Biz bu gün 6-cı sinif coğrafya iş dəftərindən bölmə 1.1 məkan mövzusuna baxacağıq. Gəlin vaxt itirmədən birinci çalışmaya baxaq. Azərbaycan inzibati xəritəsinə əsasən Ağdam ilə həmsərhəd rayonlarının adını tapın və boşluqları dolduraq. Biz bilirik ki, Ağdam rayonu hansı rayonlar həmsərhəddir? Birinci olacaq Bərdə, ikinci olacaq Ağcabədi, üçüncü olacaq Xocavənd, dördüncü olacaq Xankəndi, beşinci Kəlbəcər, altıncı olacaq bizdə nə? Tərtər rayonu. Gəlin bir də təkrar edək. Birinci oldu Bərdə, ikinci oldu Ağcabədi, üçüncü oldu bizdə Xocavənd, dördüncü oldu bizdə Xankəndi, beşinci bizdə olacaq Kəlbəcər, altıncı olacaq bizdə nə? Tərtər rayonu olacaq. Daha sonra ikinci tapşırığa baxaq. Şəkil təsvirinə əsasən sualları cavablandırın. A, B və C, D çalışmalarını işləməyi bizdən soruşur. Gəlin biz A çalışmasına baxaq. A çalışmasında deyir ki, təsvirdəki ulduz işarəsində məktəbə qədər əsas yolda hansı obyektlər görə bilir? Baxın, ulduz işarəsi budur. Gəlin marşrutu qıraq. Birinci görəcək restoranı, daha sonra kitabxananı görəcək, sonra mərkəzi parkı görəcək, uşaq bağçasını görəcək, marketi görəcək, daha sonra isə məktəbi görəcək. Baxın, A-nın cavabı bu oldu. Yəni gördü, birinci restoranı gördü, sonra kitabxananı, sonra mərkəzi bankı, uşaq bağçasını, marketi və məktəbi gördü. Daha sonra B-yə baxaq. Ulduz işarəsində dəmir yol stansiyasına qədər ən qısa yol üzərindəki obyektlərdə hansılardır? Gəlin baxaq, ən qısa obyekt, baxın, yol baxın budur. Baxın, belə olacaq. Və hansı obyektlər görəcək? Baxın, görürük ki, gedir çörəkçini görəcək, sonra vağzalı görəcək. Daha sonra isə bank və stansiyanı görəcək. Görək hansı stansiyalar gördü? Gəlin bir də təkrar edək. Çörəyi gördü, vağzalı gördü. Daha sonra bankı gördü və stansiyanı. Bu da oldu B-nin cavabı. Daha sonra nə üçün təsvirdə təbii obyektlərin insan fəaliyyəti yaradılan obyektlərdən azdır? Yəni sosial-iqtisadi obyektlər niyə təbii obyektlərdən çox olduğunu soruşur və təbii obyektlərin niyə az olduğunu. Gəlin şəkildə göründüyü kimi bir deyək ki, şəhərci təsvir olunub. Yəni burada restoran var, kitabxana var, mərkəzi park, vağzalı və sair və ilaxır. Yəni burada əsasən insana xidmət edən obyektlər daha çox olduğuna görə sosial-iqtisadi obyektlər daha çoxdur. Yəni sosial-iqtisadi obyektlər odur ki, insan fəaliyyəti nəticəsində yaranır. Təbii obyektlər isə insan fəaliyyəti olmadan yaranan təbii obyektlər təbii obyektlər deyilir. Bu da C-nin cavabıdır. D-yə baxaq. Deyir ki, Qırım baxaq. Səncə təsvirdəki narıncı və qırmızı rənglərin evlərin hansı yer daha əlverişlidir? Gəlin baxaq. Narıncı yer baxın buradadır. Qırmızı yerin baxın buradadır. Gəlin görək hansı daha əlverişlidir. Qırmızı evdə görürük ki, baxın, hara yaxındır? Məktəbə yaxındır, xəstəxanaya yaxındır, daha sonra marketə yaxındır, uşaq bağçasına yaxındır. Görünür ki, yəni bir çox yerə yaxındır. Baxın, 1, 2, 3 yerə yaxındır. Amma görür ki, baxın, ev var ya, bu narıncı ev. Çörək və vağzala yaxındır. Yəni o qədər də, yəni 2 yerə yaxındır. Görür ki, hansının yer daha əlverişlidir? Təbii ki, qırmızı evin. Bu ikinin cavabı oldu. Gəlin 3-ə baxaq. Ağdam rayonunun obyektlərini qruplaşdıraraq cədvələ tamamlayın. Baxın, bizdə təbii və insan tərəfindən yaradılan obyektlər istəyir. İnsan tərəfindən yaradılan obyektlər, yəni yenə dediyim kimi, insan vasitəsilə yaranır. Təbii obyektlər isə insan fəaliyyəti olmadan, yəni öz-özünə yaranan obyektlərdir. Yəni biz burada təbii obyektlər götürərək Sultanbudu, yəni 1-i. Daha sonra götürərik Qarqarçayı 5. Daha sonra götürərək Qarabağ düzü 6-nı götürərik. Həmçinin insan tərəfindən yaradılan obyektlər, yəni sosial-iqtisadi obyektlərə də biz burada 2-ni, 3-ünü, 4-ü götürərik. Yəni Pənahxana imarətini, daha sonra Ağdam Cümə məscidini və Kərvansarayını götürərik 4. Yəni oldu bizdə təbii obyektlər oldu bizdə Sultanbud meşəsi, Qarqarçay və Qarabağ düzü. İnsan tərəfindən yaradılan obyektlər isə Pənahxana imarəti, Ağdam Cümə məscidi və Kərvansaray oldu. Videomuz bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın.